Niyə axı bir qadının həyatı bu qədər məhv olmalıdır? Bugün bir şeyin şahidi oldum. Bir qadın gəldi yanıma, TikTok'dan yazıb gəldi, Instagramdan mı? 56-57 yaşı var, hələ də döyülür. Həyat yoldaşı hələ də ona əziyyət verir. Bilmirəm, ona deyəcək bir sözüm olmadı, deyə bilmədim heç nə, çünki heç nə demək olmaz. Amma necə deyim, bilmirəm ki, deyir, elə deyim ki, heç kimin xətrinə dəyməsin, nə şiş yansın, nə kebab sözü, misali. Yəni, əgər həqiqətən elə bir həyatınız varsa, məncə onu aparmaq lazım deyil də. Nə olub, kim nə deyərlə niyə yaşayırsınız axı? Yəni, işləyə bilərsiniz, siz qazana bilərsiniz, özünüzü zəif görməyin. Bəzən elə xanımlar var, deyir, yoldaşım rəhmətə gedib və yaxud boşanmışam, başsız qadınam, çarəsizəm. Yox, etməyin bunu. Allah Taala hamımıza ağıl şuur verib. Düz deyib, bunu hamıya demək olmur. Bu deyir, oturub onu danışmağa nə var ki, o çətinliyi yaşamışam hamısını. Elə ki, çətinlik yaşamışam ki, çörək tapmamışam uşağıma verəm. Yəni, o həyatı yaşamış kimi biri deyirəm bunu sizə. Edə bilərsiniz. Ən azı kənddə yaşayırsınız, gedin 3-4 dənə corab alın, gətirin, satın. Kənddən yumurta, pendir, yağ, satın, gedin onu satın. Yuyun, təmizləyin, çırpın, didin, satın, pul qazanın, aciz olmayın. Acizlik yaxşı şey deyil. Yəni, özünüzü çarəsiz hesab etməyin. Hər şey də bilərsiniz. Amma şəhərdə yaşayırsınızsa, işləyə bilərəm. Gültəki xanım, mənə dəstək ol bu işdə. Bunu edə bilərsiniz, bilmirəm. O qadın mənə o qədər etkiləndirdi. İnansı bu dəqiqə onu düşünürəm ki, birdən gedər bir günə döyərik onu əri. Niyə dönüyor? Bax ne, boş verin. Boş verin, bitsin. Övladlarınız var, şükür Allaha.